Ana şehidin gelir, başını dik tut ağlama. Qara giyin yasını tut, yüreğini çok dağlama. Balam yardan ayrı düşüp, balasından ayrı düşüp, kan içinde azap çekip, onu berk berk kucaklama. Evinin çırağı sönüp, ümidin esrete dönüp, gözlerin kanla dolup, kurbanın oldum ağlama. Evinin çırağı sönüp, ümidin esrete dönüp, gözlerin kanla dolup, kurbanın oldum ağlama. Moğlar ana can ağlama. İncitme balan yatır, sevgisi talan yatır. Mən çox istəyərdim, çox kömək eləyərdim. Həm dedi də axırda ki, mən yenə ki, biz səni çox istəyirik, dedi ki, mən də sizi çox istəyirəm. Vətənpərvər oğlu idi. Mənim üçün çox çətindir bugün, çox çətindir, danışa bilmirəm. Mekanında cənnətində, ruhu göylərdən baxır, gözümüzdən qan yaş axır. Balası yaman darıxır, onun qəlbini dağlama. Evinin çırağı sönüp, ümidin əsrətə dönüp, gözlerin kanla dolup, kurbanın oldum ağlama. Evinin çırağı sönüp, ümidin əsrətə dönüp, gözlerin kanla dolup, kurbanın oldum ağlama. Ne olar ana can ağlama. İncitme balan yatır, sevgisi talan yatır. Ne olar ana, çox ağlama. Ürəyimi dağlama. Şəhidlər ölmür, torpaq uğrunda, vətən uğrunda can verir. Ne olar ana, ağlama. Şəhidlər ölmür ay ana. Evinin çırağı sönüp, ümidin əsrətə dönüp, gözlerin kanla dolup, kurbanın oldum ağlama. Evinin çırağı sönüp, ümidin əsrətə dönüp, gözlerin kanla dolup, kurbanın oldum ağlama. Ne olar ana can ağlama. Lay 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 lay, balam lay lay lay, solan gülüm lay lay lay. Lay 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 lay, balam lay lay lay, solan gülüm ay lay lay. Ana şehidin gelir, başını dik tut ağlama. Qara giyin yasını tut, yüreğini çok dağlama. Balam yardan ayrı düşüp, balasından ayrı düşüp, kan içinde azap çekip, onu berk berk kucaklama. Evinin çırağı sönüp, ümidin əsrətə dönüp, gözlerin kanla dolup, kurbanın oldum ağlama. Evinin çırağı Əziz və dəyərli şəhid qardaşımız, əzizimiz Təbrizimiz başda olmaqla bu xiyabanda yatan bütün şəhid qardaşlarımızın mübarək pak ruhu üçün, bütün şəhid qardaşlarımızın ruhu üçün, əlal xüsus Allah rızası üçün El-Fatiha. El bilir ki sen benimsen.
Yurdum, yuvam məskənimsən. Anam, doğma vətənimsən. Ayrılar mı könül candan? Azərbaycan, Azərbaycan. Mən bir uşaq, sən bir ana. Odur ki bağlıyam sana. Hangi səmtə, hangi yana. Ey utsam da yuvam sənsən. Elim, günüm, obam sənsən. Azərbaycan, Azərbaycan. Adının sonu can olduğu üçün bu qədər mi canın yandı? Can Azərbaycanımız. İnşallah indidən sonra heç bir zaman canın yanmaz. Can Azərbaycanımız. Can Azərbaycan azadlığı uğrunda əziz canını, qanını, gözünü qırpmadan fəda edən bütün şəhid qardaşlarımızın mübarək, pak ruhunu, xatirəsini bir dəqiqəlik sükutla yad edəyin inşallah. Allah rəhmət eləsin. Allah Kur'an-ı Kerim'inde onlara ölü demeyin. Onlar Allah katında diridirlər. Bunu bizler bilməlik. Biz her defa hatırladırıq her tədbirlərdə. 99-cu ildən bura 26-27 illik ilahiyyətlə məşğulub. İlahiyyətçiyik, amma mən nə qədər namaz qılsam da, nə qədər oruç tutsam da, Təbriz və Təbriz kimi şəhid olan heç bir qardaşın ayağının tozu belə ola bilmədik. Çünki o zirvədir. O ən uca zirvədir. O zirvəyə yalnız şəhid qanı axıdılaraq çıxıla bilər. Başqa cür, heç cür, nə vəzifə sahibi olursan ol, pul, para, var, dövlət, adsan, nə olursa olsun bu dünyada Peyğəmbərlikdən sonra ən böyük zirvə Allahın onlara vermiş olduğu şəhidlik zirvəsidir. Bəli, onlar Qarabağ aldılar, geri dönmədilər. Ancaq bir şey unutmayalım. Baxın, onlar bayraq oldular, enmədilər. Güneş oldular, sönmediler. Ha, en esası şehit oldular, ölmediler. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Alif Lam Mim. Zalikal kitabu la rayba fihi hudal muttaqin. الذين يؤمنون بالغيب ويقيمون الصلاة ومما رزقناهم ينفقون والذين يؤمنون بما أنزل إليك وما أنزل من قبلك وبالآخرة هم يوقنون أولئك على هدى من ربهم وأولئك هم المفلحون. بسم الله الرحمن الرحيم.
بسم الله الرحمن الرحيم ولا تقولوا لمن يقتل في سبيل الله أموات بل أحياء ولكن لا تشعرون صدق الله العظيم سبحان ربك رب العزة عما يصفون وسلام على المرسلين والحمد لله رب العالمين Amin. Bismillahirrahmanirrahim. Rahman ve Rahim olan, bağışlayan merhametli, uca ve büyük Allah'ın adıyla. Ya Rabbi, istediğine veren, istediği zaman alma gücünde olan uca ve büyük Rabbimiz. El açıp boyun büküp dergahına geldik, bizleri dergahından boş çevirme Allah'ım. Okumuş olan Kur'an-ı Kerim'i, əziz şehit kardeşimiz Təbrizimiz başta olmakla, can Azərbaycan azadlığı uğrunda bugüne kadar canını, qanını feda eden bütün şehit kardeşlerimizin əməl dəftərinə yazılmalarını nəsib eyle Allah'ım. Məqamlarını, uca yerlerini cənnətli eyle ya Rabbi. Onları dünyaya getiren, əziyyətlə böyüdən, analarına, atalarına, ömür gün yoldaşlarına, bacı kardeşleri ve evlatlarına, şehit sevenlerine en güzel nimet olan səbir nimet ver Allah'ım. Qazilərimizə şifalar nəsib elə, vuruşan veteran qardaşlarımızı qoru, mühafizə elə. Hal-hazırda sərhədimizdə olan ana balalarına, ata evlatlarına, düşmən gülləsindən, namərd gülləsindən qoru, mühafizə elə ya Rabbi. Elhamdülillahi Rabbil Alemin. El-Fatiha. Allah hamımıza razı olsun. Allah şehitlerimizin məqamını uca yerini cənnətli eləsin. Mən çıxış üçün sözü şehidimizin atası, əziz atamız İldırım Atiyə anası Ülviyə anıya verəcəm inşallah değerli insanlar. Və verərkən də, mikrofonu uzadarkən də mən sizi çox istəyirəm deyərək verirəm. Allah məqamını uca eləsin. Buyurun. Çok sağ olun. Əvvəla hamı salamlayıram. Allah bütün şəhidlərimizin ruhu şad etsin, yerlər rahat olsun. Atalar, onlara səbir diləyirəm. Can sağlığı hamıya. Azərbaycan xalqına can sağlığı arzulayıram. Həmişə sevinməyi arzulayıram. Ali Baş Komandanımız İlham Əliyev başta olmaqla Azərbaycan xalqı hər daim sevinsin, rahat yaşasın. Dünyada yaxşına var bu insanlar, onu arzulayıram. Körpələr rahat büyüsün. Hiç dərd-qəm görməsinlər. Hamının evindən xoş sədalar gəlsin. Mən tək-tək hamıya öz minnətdarlığımı bildirirəm. Şəhid analarına, şəhid atalarına, uzaqdan gələn, yaxından gələn rəhbərliklərə öz minnətdarlığımı bildirirəm. Çox sağ olun. Bugünkü gündə mənim yanımdasınız. Təbrizi sevib, istəyib gəlmirsiniz. Var olasınız. Bütün şəhidlərə bilirəm, hamınızın hörməti var. Allah onların yerlərini onsuz da ucadan ucadır. Rahat eləsin. Çox sağ olun. Minnətdarım hamınıza. Mən də hamıya xoş gəldin deyirəm. Hamınıza təşəkkür edirəm ki, bugünkü acı günümüzdə yanımızda olduğunuz üçün hamıya təşəkkür edirəm. Şəhid analarına, atalarına Allahdan səbir diləyirəm. O səbir yoxdur, amma yenə də səbir diləyirəm. Mən Təbrizin gəlməyəcəyini bilə-bilə hər gün onun yolunu gözləyirəm. Bəlkə bir gün gələcək. Hər gün. Yəni bizim üçün çox çətindir.
Allah bir daha şəhidlərimizin ruhunu şad eləsin. Amin əziz anam. Ana nədir? Ana dünyanın en güzel varlığıdır. Çünkü dinimiz, Peygamberimiz, Kur'an-ı Kerim ananı, atanı o kadar üstün bir varlık gibi tanıdır ki ve cennet anaların ayak altındadır buyurur. Bəli. Ana herkese lazım olan bir varlıktır. Burada saçı saqqalı ağarmış, ana atalarımdan tutmuş cavan bacı kardeşlerimize kadar bir ayağı büdürədiyində ilk diline gəldiyi söz ana sözü olur. Çünkü her zaman ihtiyaç duyur. Analar arzumuz olardı ki elimizde olsaydı ölmesin deyərdik. Ama o şey ki bizim elimizde değil, biz buna teslim oluruz. Buna da qəder deyirlər. Allah'ın yazdığı qismət ve qədərdir. Bir ana dünyanı değişərsə, insan yetim qalar. Ana yoktursa bu hayatta yetimsən. Ata yoktursa arkasızsan, arkan yoktur. Ama bir ananın, bir atanın evladı dünyasını değişibsə, əzizlərim, dünya tarixində buna ad tapılmayıbdır. O ad yoktur. Araşdıraq, baxaq, elə bir ad yoktur ki, o anaya, ataya təsəlli verə biləsən. Mən çıxış üçün sözü Mingəçevir icra nümayəndəsindən sahib müəllimə Oğuz rayon icra hakimiyyətinin müavini xanım Aliyə xanıma verirəm. Buyurun, dəyərli. Hörmətli tədbir iştirakçıları, mən şəhər icra hakimiyyəti başçısı İlham müəllimin adından bütün tədbir iştirakçılarını salamlayıram. Şəhərimizə gələn qonaqlarımıza xoş gəlmisiniz deyirəm. Allah'tan bütün şəhidlərimizə rəhmət diləyirəm. Təbriz 2000-ci ildə Oğuz rayonunun Xaçmaz kəndindən anadan olub. Sonra valideynlərinin Mingəçevir şəhərinə gəlişi ilə əlaqədar Mingəçevir şəhərində böyüyüb. O gənclik illərini Mingəçevir şəhərində keçirib. 2 nömrəli orta məktəbdə orta təhsilini başa vurub. 2018-19-cu illərdə hərbi xidmətini yerinə yetirib. 2020-ci ildə səfərbərlik başlayanda Pərviz bütün Mingəçevirlər kimi, bütün Azərbaycanın qəhrəman oğulları kimi səfərbərliyə müraciət edib, könüllü olaraq səfərbərliyə, hərbi xidmətə gedib, əvvəlcə təlimlərdə iştirak edib, sentyabrın 27-sindən döyüşlərdə iştirak. O, Qocabənd, Cəbrayıl, Füzuli rayonlarının azad olunması uğrunda qəhrəmanlıqla mübarizə aparır və Şuşaya qədər döyüş yolu. Döyüş yolunda o qəhrəmanlıqlar olur. Bütün şəhidlərimizin döyüş yolunda qəhrəmanlıqları olur. Hörmətli şəhid valideynləri, əziz analar, atalar, hörmətli tədbir iştirakçıları, mən Oğuz rayon icra hakimiyyətinin başçısı cənab Cavid Əbdülqədirov adından və öz adımdan hər birinizi salamlayıram. Biz bugün Cumazadə Təbriz İldırım oğlunun anım günü mərasiminə toplaşmışıq. Düz 5 il bundan əvvəl bu ağrını, bu acını, bu tarixi hamılıqla birgə yaşamışıq. Bugün rəhmətə gedən bütün şəhidlərimizin ruhu qarşısında baş əydik. Çıxış üçün sözü şəhid atası, şəhid Ərzumanın atası Kamran ata, şəhid Turanın atası Arif ataya veririk. Mən də hər bir kəsi, bura toplanan hər bir kəsi salamlayıram. Allah bizim təbrimizin ruhu şad eləsin, ata-anasına səbir versin. Mən bütün şəhid anaları, şəhid atalarına, qəhrəman balaların qəhrəman ata-analarısınız. Allah sizə çoxlu ömür versin. Ömür versin ki, gəlib balaları yad eləyəsiniz, ziyarət eləyəsiniz. Allah hamıda səbir versin. Allah razı olsun atacan, var olub minnətdarıq. Mingəçevir təhsil sektorunun müdürü Sevinç xanım, Mingəçevir mədəniyyət nümayəndəsi Şəlalə xanım. Yaşadığımız həyatın hər bir anında şəhidlərimizə, qazilərimizə, eyni zamanda onları boya başa gətirən valideynlərinə borcluyuq. Bugün təhsil sisteminin qarşısında, biz təhsil verənlərin qarşısında dayanan ən vacib prioritet istiqamət hər tərəfli inkişaf etmiş şəxsiyyət formalaşdırmaqdır. Bəli, şagird təhsili deyil, eyni zamanda vətənpərvər ruhda böyüməlidir. Torpağını, elini, obasını canından çox sevməlidir. Bugün bunun şahidiyik. Mübariz nümunəsidir ki, torpaqlarımızın azadlığı uğrunda
canını göz qırpmadan fəda edən şəhidlərimiz var. Azərbaycan ordusu, məhz Azərbaycan oğulları böyük şücaət göstərərək torpaqlarımızı erməni düşmənlərindən azad etdilər. Bugün o torpaqlarda onların bizə yadigar qoyub getdiyi körpə fidanlar təhsil alırlar. Qürur duyuruq bununla. Bir zaman şəhid olduqları torpaqda indi onların övladları təhsil alırsa, demək Azərbaycan övladları öz borcunu yerinə yetirmişdir. Deməli torpaqlarımız azaddır. Hər birimiz, hər bir Azərbaycanlı yaşından asılı olmayaraq bir daha qeyd edirəm. Yaşadığımız həyatın hər bir anında sizlərə borcluyuq. Siz Azərbaycan qadınlarına borcluyuq, şəhid atalarına borcluyuq. Hər birinizin qarşısında baş əyirik, dərin hörmət və ehtiramımızı bildiririk. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Çox sağ olun. Allah razı olsun, var olun. Biz də sizin hər birinizə təşəkkür edirik. Çıxış üçün sözü Oğuz Mədəniyyət nümayəndəsi Anar müəllim, Mingəçevir Bələdiyyə sədri Anar müəllim. Bir daha xatırladıram, əzizlərim, olar ki, kiminsə vəzifəsini tam doğru deyə bilmərəm, adını səhv deyərəm. Anamızın yazdığı siyahı üzrə gedirəm, ona görə hər kəsdən üzr istəyirəm, buyur bəlkə. Mən də şəhid valideynlərini salamlayıram, Mingəçevir şəhər sakinlərini salamlayıram. Çox sağ olun, hər bir Azərbaycanlı öz şəhidini bu cür yad eləməlidir. Necə ki, müharibədə o birliyi, həmrəliyi göstərdiyi, o dünyaya nümunə kimi göstərdik ki, bizim gücümüz birliyimizdədir və bütün şəhid valideynləri qarşısında baş əyirik və şəhidin heç vaxt qərib ola bilməz. Yəni Oğuzdan biz gəlmişik ki, İldırım dayının yanında olaq, ona mənəvi dəstək olaq və bizim də borcumuz mədəniyyət işçiləri o qəhrəmanlığı, o şəhidlərimizin döyüşdə göstərdiyi şücaəti bütün dünyaya, gələcək nəslə çatdıra bilək. Çox sağ olun, minnətdarım. Allah razı olsun. Növbəti çıxış yazımız Mingəçevir məktəb direktorlara Xurşud müəllim, Nailə müəllimə, Yeganə müəllimə, Əliyar müəllim, Zavur müəllim, Seymur müəllim, Aydın müəllimə, Qətibə müəllim. Biri çıxış eləyəndə də olar və ya istəsələr hər kəs də çıxış eləyər. Buyurun. Salam, hər vaxtınız xeyir. Hər birinizi mən də bu müqəddəs, bizim üçün əziz, doğma olan məkanda bizə zəfər şərbətini içirənlərin, bizə müqəddəs torpaqlarımıza, dağılmış Qarabağımızın bütövlüyünə qovuşduran, hər kəsin çata bilmədiyi bir şəhidlik zirvətinə çatanların məkanında. 92-ci ildə gedənlərimizin qanı yerdə qalmadı. Qara yaylıqlı analarımızın, bacılarımızın həsrəti yerdə qalmadı. Ümid toxumu əkdilər bu şəhidlər. İndi yan-yana düzülüb, bax bu müqəddəs torpağa bir yaraşıq verirlər. Mən Mingəçevir Bələdiyyəsinin sədri Anar müəllimin adından və onun bir işçisi olaraq öz adımdan, əziz analar, həmişə başınızı belə dik tutun. Həmişə qürurlu olun. Sizin qürurlu olmağınız bizə daha böyük qürur verir. Sizin gülər üzünüzü görəndə bizə daha böyük sevinç gəlir. Çünki bu halallığı biz sizdən istəyirik. Haqqınızı halal eləyin, əziz valideynlər, əziz şəhid valideynləri, analar, atalar, şəhid yoldaşları, şəhid qızları, oğulları. Haqqınızı halal eləyin. Çox sağ olun. Burada 15 nömrə məktəb rəhbərliyi, Nailə müəllimə, liseyimizin rəhbərliyi, Allah hamıza can sağlığı versin. Var olasın. Təşəkkür edirəm. Mən buradan bir nəfər şəhidlərimizə dəyər verib, sevən bir insanın adını çəkmək istəyirəm. Daim o da sevinsin, sevinir də ki, bizlərə qulğunda durur daim. Bakı şəhərində yaşayır Cəlal müəllim. O çox bir gözəl insandır, tərifləmirəm, gördüklərimi deyirəm. Onun demək olar, hər bir şəhid ailəsinə getməyə can atır, onun qayğısına qalmağa. Mən onda gördüm ki, insanların qədrini bilmək nə cür olur. O səmimi insanlarla, şəhid ailələrlə tək-tək söhbət edəndə o qədər ürək dolusu istəyir ki,
o dərddən səsin bir balaca aralaşdırsın bizi. Yəni onsuz da dərd aralaşan bir şey deyil. Amma onu yaşayaraktan, öz düz evladın yerini verməsə də bizim evladlarımız kimi bizi o qədər bağrına basıb qucaqlayır ki, əsl sevgini görürük biz. Var olsun, mən buradan Cəlal müəllimi səsləyirəm. Onu salamlayıram. Onun ailəsini, Cəlal müəllimin atasına Allah rəhmət etsin, ruhu şad olsun, bu yaxınlarda rəhmətə gedir. Ailəsinə can sağlığı, balalarına, dünyada yaxşı nə var onu arzulayıram. Çox sağ olsun. O, Ali Başkomandanımızın sayəsində, 1-ci xanım Mehriban Əliyevanın dəstəyi sayəsində, Heydər Əliyev fondunun, ulu öndərimizin, fondunun köməkliyi ilə bu şəhid əllərimizə həmişə qayğısına qalır. Var olsun, Azərbaycan xalqı sevinsin ki, bugün bu şəhid balalar onlara xoş günlər nəsib edib. Can sağlığı. Mən bir daha minnətdarlıq edirəm Cəlal müəllimə ki, hər zaman şəhid ailələrinin yanındadır. Çox sağ olun. Burada Mingəçevir şəhərində şəhid ailələrinin qayğısına qalan Cavid müəllim var. Onların hər zaman yanında olub, onlara belə nətə deyim, bir məzarın başında bir onun layihəsi var. Həmişə şəhid ailələrini öz yanında hiss edir. Mən Cavid müəllimə söz vermək istəyirəm. Bir dəqiqə gəlin incimi. Bura cəm olan anaların, ataların hər birini salamlayırıq. Çox təşəkkür edirəm İldırım əmi söz verdiyiniz üçün. Bəli, bizim layihəmiz Bir Məzarın Başında layihəsi Mingəçevirin ilk qəhrəmanlarının xatirəsinə həsr olunub və zamanından, məkanından asılı olmayaraq bu torpaq üçün canını fəda edən bütün şəhidlərimizin çəkilişlərini eləyirik. Çox sözlər demək olar, çox danışmaq olar. Allah hər birinizdən razı olsun. Burada məsələn Eldəniz Əli Muxtarovun anası iştirak edir, 92-ci ilin şəhid anasıdır, ata dəvət edib. Yəni, biz fərq qoymuruq, bizim şəhidlərimizin hamısı bizim üçün dəyərlidir. Şəhidlərimiz hamısı bizim üçün əzizdir, aprel şəhidləri, itkin olan, məzarı olmayan. Biz bugünə qədər 300-dən çox şəhidin çəkilişini eləmişik, hələ də layihə davam elətdirilir. Elə Sahib müəllim də buradadır, şəhər rəhbərliyi də bunun üçün şərait yaradıb ki, biz ailələrin nömrələrini bilmirik, onun üçün köməkdarlıq edirlər. Allah hər birindən razı olsun. Bütün şəhidlərimiz çəkilir və inşallah layihə yekunlaşanda Mingəçevirin bütün igid qəhrəmanlarının xatirəsi yad olunmuş olacaq. Allah hər birinizdən razı olsun. Bir daha şəhidimiz Təbrizin ruhun şad olmasını Allah'tan diləyirik. Ana deyəsən bir neçə kəlmə söz demək istəyir. Mən şəhid analara Allah sizə çoxlu təbrik versin. Mən Əl-Muxtarov evləndi, 92'den bura axtarlar, tapa bilmirəm onu. Hamınızı xoş gəldiniz, Allah səni versin hamınızı. Allah razı olsun anacan, Allah səbir versin, dəziz anam. Çıxış üçün sözü Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədri Mehman müəllim. Tədbir işləşlər, hər birinizi salamlayıram. Şəhid anaları, şəhid ataları, şəhid bacı qardaşların qarşısında baş əyirəm. Şəhidlik həqiqətən elə bir məqamdır ki, o hər bir igidə qismət olur. Eyni zamanda onun bütün valideynləri də, ailə üzvləri də hamımızın qarşısında baş əyir. Əziz və hörmətli tədbir iştirakçıları, şəhid anaları, şəhid ataları, ictimaiyyət nümayəndələri, hər birinizi salamlayıram. Bugün elimizin, vətənimizin qəhrəman oğlu Düməzadə Təbrizin şəhadətinin 5-ci yıl dönümüdür. Bəli, 5 il bundan öncə 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük vətən müharibəsində biz Təbriz kimi oğlanlarımızın qəhrəmanlığı, şücaəti nəticəsində Azərbaycan hər tarixində misli görünməmiş bir qələbəyə imza atdıq. Bəli, 30 il həsrətində olan torpaqlarımızı düşmən tapdağından azad etdik. Müzəffər Ali Başkomandanımızın rəhbərliyi ilə şanlı ordumuz qəhrəmanlıq, şücaət göstərdi. Azərbaycan xalqının
alnındakı vətən həsrətinə son qoydu. Torpaqlarımızı işğal altından azad etdi. Qəhrəmanlığımız olan şəhidlər bizim baş tacımızdır. Onlar xalqımızın, Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır. Müqəddəs torpaqlarımızda bayraq ucaldan bütün oğullarımıza, bütün qəhrəmanlarımıza, şəhidlərimizə rəhmət eləsin. Qazilərimizdə, veteranlarımızla sağlam can arz edirəm. Şəhid valideyni İldırım dayı başda olmaqla bütün şəhid valideynlərinə səbir diləyirəm. Çox sağ olun. Allah razı olsun. Allah sizlərə can sağlığı versin hər birinizə. Bir gəncin, bir şagirdin yetişməsi üçün təhsil önəmlidir həqiqətən də. Biz çıxış üçün sözü veririk Mingəçevir Universitetinin rektoru Anar müəllimə buradadır. Əziz İldırım müəllim, əziz şəhid anaları, ilk öncə bildirmək istəyirəm ki, bugün Təbrizin həm şəhadətinin 5 il, bir də cənnətdəki doğum gününün 25 il dönəmi olduğu üçün yığılmışıq bura. 30 illik işğal altında qalan Azərbaycan torpaqlarını məhz bu oğullar sayəsində geri qaytarmışıq. İnanın, həm Azərbaycanda, həm Azərbaycandan kənarda indi başımızın dik tutma səbəbi məhz bu oğlanlardır. O oğlanları böyüdən anaların qarşısında baş əyəm. Allahdan başda təbriz olmalı. Bütün şəhidlərimizə rəhmət diləyirəm. Allah onların analarına səbir versin. Mingəçevir qəhrəmanlar şəhəri olan Mingəçevir şəhərində əbədiyyətə qovuşan bütün şəhidlərimizə rəhmət diləyirəm. Allah rəhmət eləsin. Çıxış üçün sözü Mingəçevir Turizm Kollecinin rəhbəri Kamal müəllim, Mingəçevir xəstəxanasının müdürü Rüfət həkimə veririk. Buyurun. Hörmətli tədbir iştirakçıları, hörmətli şəhid anaları, şəhid adaları, hər birinizi salamlayıram. Bugün Azərbaycan tarixinin ən qürurlu dövrünü keçirir. 44 günlük müharibə dövründə Cənab Ali Baş Komandanın rəhbərliyi altında bizim bu şəhid qardaşlarımız Azərbaycan tarixinin yeni səhifəsini yazdılar. Allah onların hər birinə rəhmət eləsin. 44 günlük müharibə bizim gözümüzün qarşısında oldu və həmin dövrdə mən də şəhid qardaşlarımızla çiyin-çiyinə iştirak edirdik və orada Azərbaycan oğullarının necə qəhrəmanlıq səhifəsi yazdığının bir daha canlı şahidlərindən olduq. Allah bütün şəhid analarına, şəhid atalarına səbir diləyirəm və hər birinizin qarşısında baş əyirəm. Natiqlərimiz hər şey dedilər. Sadəcə olaraq mən bir şey vurğulamaq istəyirəm ki, bir ölkənin müstəqilliyi üçün yazılacağı səhmnaməni mütləq şəkildə qanla yazılır. Bu dövrün tələbidir, bu tarixdə hər zaman belə olubdur. 44 günlük müharibədə, antiterror əməliyyatları da, ondan əvvəl 90-cı illərin müharibəsi də, biraz geri getsək bizim repressiya qurbanları da, 18-ci ilin şəhidləri də, didərgin düşənləri də, bunların hamısını birləşdirən bir vahid bir şey var. Bu millətin, bu xalqın Azərbaycancılığı və vətən sevgisi. Vətən sevgisi bizdə o qədər böyükdür ki, biz hər zaman bunun üçün şəhid verməyə də hazırıq, vətən üçün ölməyə də hazırıq. Mən sizlərin qarşınızda baş əyirəm. Ona görə ki, siz bu iradəni göstərə bilmişsiniz. Ona görə ki, siz bu cəmiyyətdə ən yaxşı nümunəsiz, ən yaxşı anasız, ən yaxşı atasız. Sağ olun, var olun. Bir daha qarşınızda baş əyirəm. Sizlərə səbir diləyirəm. Qazi qardaşlarımıza da səbirli olmağı arzulayıram. Çox sağ olun. Soruşsan mən kiməm, nəçiyəm deyəm. Mən dərdin üzünə gülən anayam. Yalandan hər kəsin üzünə gülüb, yaşaya-yaşaya ölən anayam. Mən çıxış üçün sözü əziz analarım, hamınıza söz verə bilərəm. Çünki siz mənim başlar, siz mənim anamsınız. Mənim dərkən hər kəsin anasınız. Siz bizim atamızsınız. Siz bizim can parçamızsınız. Siz bizim baş tacımızsınız. Siz ən gözəl varlıqsınız. Bizim Azərbaycanımızın ən ləyaqətli qadınlarısınız siz. Allah sizləri qorusun. Mən çıxış üçün sözü müəllim də xatırlatdı. 2 evladını şəhid verən analar var bu Mingəçevir şəhərində. Nəhayət ana tam burada. Sevinc ana, nəhayət ana sizə Oğuz rayonundan da gəlmiş Aqibət ana ilə Gülər anaya. Sizə söz verirəm. Yax, nətəqə bir söz verirəm.
Hamınızı salamlayıram. Bugün Təbriz balamının 5-ci il dönümüdür. Bizim necə 44 günlük müharibədə birliyimiz oldusa, indi də analar hamımız İldirim atanın yanında bir olub yanındayım. Gəlin biz heç bir vaxt şəhidlərimizi unutturmayaq. Kimdən asılı olmayaraq bu zəfəri yaşadan oğullarımızı unutmayaq. Çünki onlar bizi Azərbaycanı bütöv elədi. Bütün Azərbaycan oldu. Ağlın bütün torpaqlarımızda Azərbaycan bayraqları dalğalanır. Biz gərək onlara baxaq, fəxr eləyək. Kim bizim evlatlarımız 30 illik tarixi yazdılar, torpaqlarımızı özümüzə qaytardılar, qürurumuzu özümüzə qaytardılar. Allah bütün şəhid analarımı, şəhid atalarımı səbir diləyirəm. Ondan savayı ayrı bir söz yoxdur ki deyəm. Yenə Allah şəhidlərimizin məqamını uca eləsin, məkanını cənnət eləsin. Sağ olun. Can ana, dərdiniz böyükdür. İki evladını şəhid verən anaya nə desək, nə bilim, bu təsəvvürünü mən belə bilmirəm. Sevinç ana, buyurun əziz ana. Mən Əli ilə İslam maması. Hər birinizi salamlayıram. Hoş gəlmişsiniz uzaqdan gələn qonaqlarımız. Bugün Təbriz balamızın 5-ci il dönümüdür. Mən İldirim Atıya, Ülviyə Anıya Allahdan səbir diləyirəm. Bütün şəhidli analarına, atalarına səbir diləyirəm. Allah hər birimizə bol-bol səbirlər versin. Balanın yükü çox ağırdır. Bu yükü layiqlə çəkməyə Allah bizi qismət eləsin. Sağ olun. Allah hər birimizə səbir versin. Can anam, Allah razı olsun. Aqibət ana, buyurun. Mən də bütün tədbir iştirakçılarını salamlayıram. Oğuz rayonundan gəlmişəm. Vətən müharibəsi qəhrəmanının Nail İbrahiminin anasıyam. Mən burada görürəm ki, şəhidin yəni uzağı, yaxını, yerlisi, kənarı olmur. Və bunu Mehman balamızın simasında görürəm ki, o şəhid analarına nə qədər isti münasibət göstərir. Yəni hər kəsə sizi öz evladı bilir, içində də mən. Müharibə hər bir kəsə zərbə vurdu. Qorxusunu yaşlılar yaşadı, acısını bizlər yaşadı. Amma eyni zamanda da bu sülh müqaviləsi də, bu sülhü də bizim devrimizə düşdü. Ona görə hər bir kəsdə səbirli olmağa, dözümlü olmağa arzulayıram. Və burada görürəm 92 şəhidləri bir tərəfdə, 44 günlük müharibənin şəhidləri bir tərəfdə. Mən 92-də şəhid olan şəhidlərin əzizlərinə, yaxınlarına demək istəyirəm ki, ürəyiniz rahat olsun. Bizim evlatlarımız sizin evlatlarınızın qisasını aldı. Allah hamısına rəhmət eləsin. Mən Təbriz balamıza rəhmət diləyirəm. Əzizlərinə, yaxınlarına səbir diləyirəm. Təbriz Oğuzun 28 şəhidi oldu 44 günlük müharibədə. Onlardan bir vətən müharibəsi qəhrəmanımız, 5 bayraq orderimiz, bir də qalan şəhidlərimiz var. Onların zəhmətlərinə görə medal alan uşaqlar var. Onlardan biri də bizim Təbrizdir. Gəlib düzdür Mingəçevirdə dəfn olundu, amma Oğuzun Xaşmaz kəndindəndir. Və biz Təbrizin işığına bura yığışmışıq. Mən onun valideynlərinə, əzizlərinə, yaxınlarına səbir diləyirəm. Allah rəhmət eləsin, Allah səbir versin. Bütün analara da səbir diləyirəm. Çox sağ olun hamınız. Allah razı olsun. Hörmətli tədbir iştirakçıları, hörmətli atalar, analar, bugün elə bir yerdəyik ki, şəhid məzarında. Çətindir burada danışmaq. Çünki burada elə bir yerdə dayandıq ki, bir evladımıza dözə bilmirik. Amma iki şəhid verən ananın qarşısında, anaların qarşısında dayanmaq həqiqətən də çətindir. Onların üzünə baxmaq da çətindir. Amma biz nə qədər çətin olsa da hər kəs bilsin ki, bizim tək sirdaşımız o məzardaşları, tək təsəllimiz də bugün şəhidləri yad eləyənlər.
Bugün bura yığılmaq da hər bir şəhid valideynin tək təsəllisidir. Bəli, bizləri, evlatlarımız nətərki cəbhədə qələbəyə doğru vuruşdular, bir yerdə həmrəy oldular. Bugün də şəhid ailələri bir-birini tanımadan bir yerdə həmrəydir. Allah dallarımıza rəhmət eləsin, Allah cəm şəhidlərə rəhmət eləsin. Bir də bu birliyimiz daimi olsun ki, biz unutmayaq şəhidlərimizi ki, heç kəs unutmasın. Allah razı olsun, Allah köməyimizdə dursun. Ülviyan'a da, İldırım Atıya da baş sağlığı verirəm. Onların evlatları, hamımızın evlatlarının ruhu şad olsun. Yerləri cənnət məkan olsun. Qazilərimizə də Allah sağlam can versin. Çox sağ olun. Söz verdiyimizə görə və bu kiçik hədiyəni istəyərdim ki, Ülviyə ana İldırım Atıya təqdim edin. Allah razı olsun, var olun. Bərdə şəhid Elməddin anası Arzu hanım. Sağ ol. Çox sağ olun. Evin yeganə evladı Hüseyin Zənd Elməddin anasıyam. Bu günlərin Təbriz balamızın anam gününə yaşmışam. Allah balamızın şəhadətini mübarək eləsin, məqamını âli eləsin. Allah şəhidlərimizin ruhlarını şad eləsin, məqamlarını âli eləsin. Ağamız İmam Hüseyin ağa ilə məşhur eləsin. İki evladını şəhid verən digər bir atamız var. Bizim əziz atamız İman və Bəhramın atası Elman ata. Atacan, indidən sonra xeyir işlərə gəlməyi Rabbim nəsib eləsin. Buyurun, söz sizindir. Allahu salamı olsun şehitlərə, şehit sevenlərə, şehit ailələrə, bütün Mingəçevir xalqına, Azərbaycan xalqına. Vətən elə gözəl neymətdir ki, vətənin ne güzel oğulları vətəninin yolunda şehit oldu. Allah bir daha Azərbaycan dövlətinə, Azərbaycan xalqına belə bir çetin günlər nəsib etməsin. Allah hamıya can sağlığı versin. Sağ olun. Çox sağ olun. Can atam, Allah razı olsun. Hamıya minnətdarlıq edirəm. Burada bir nəfərimiz var. Mən hər daim şəhidlərimizin yanında, mən ona komandir deyirəm. Həqiqətən də komandir olub. 44 günlük müharibədə böyük rəhmət olub, yaralanıb. Şəhidlərimizi hər zaman bugün onun, o insanın belə çıxmasın, doğum günüdür. O heç vaxt o şəhidlərimizi Təbrizin il dönümünə düşürdüyüb, o doğum gününə keçirtmir. Burada olur. İndi də buradadır, mübariz müəllimdir. Amma onun da bu yaxınlarda gənc evladı qəzadan hərbiçi olub, rəhmətə gedib. Dəman evladı, ailə qurası idi. Ona görə bir qəhərlənirəm, çıxış eləyə bilməyəcəm. Mən ona bir dost kimi, yoldaş kimi minnətdarlıq edirəm. Hər zaman məni soruşur. Allah razı olsun. Ümumiyyətlə, burada olan insanlar həmişə məni soruşur. Mən hamısına tək-tək minnətdarlıq edirəm. Var olasınız. Yenə deyirəm, Azərbaycan xalqı həmişə sevinsin. Mən buradan Mingəçevir şəhərinin icra başçısına, Oğuz rayonunun icra başçısına öz minnətdarlığımı bildirirəm. Hər zaman mən bir səsimi çıxardıb, sadəcə yaxınlaşıb öz minnətdarlıq deyirəm, onlar məni qucaqlayır, deyir, minnətdarlıq lazım deyil. Buradan elə Oğuz rayonunun icra başçısına, Mingəçevir şəhər icrasına öz təşəkkürümü bildirirəm. Var olsunlar. Mingəçevir şəhərində icra başçımız çox işlər görür. Allah razı olsun. Oğuz rayon başçısı. Allah razı olsun hamısına. Mən buradan hörmətim olan Şəhriyar müəllimə təşəkkür edirəm. Var olsun. O da hər zaman rəhbər olmaqla harada görsə məni qucaqlayıb bağlarına basır. Bir dost kimi, yoldaş kimi. Allah razı olsun hamıdan. Buyurun Mehmet müəllim, sizə də artıq dərəcədə minnətdarlıq edirəm. Yox, xüsusi hörmətim var. Var olasınız. Allah sizləri də həmişə sevindirsin. Buyurun. Var olun əzizlərim, hər dəfə xatırladırıq, bir atanın, bir ananın bizə təşəkkür etmə haqqı yoxdur. Biz onlara təşəkkür edirik ki, bu cür ləyaqətli, gözəl evlatlar böyüdüklər, var olun.
Biz hər birinizə təşəkkür edirik. Mən analarımdan, atalarımdan, burada olan hər kəsdən çoxlu üzr istəyirəm. Nöqsanım, xatam oldusa da, bütün nöqsanları öz üzərimə götürür. Hər kəsdən çoxlu üzr istəyirəm, əziz insanlar. Allah bir daha ağrılı, acılı günləri yaşatmasın. Elimiz, obamız firavan olsun. Allah ülkəmizi, dövlətimizi, bütün sevdiklərimizi, görünən, görünməyən hər bir bəlalardan, müsibətlərdən qorusun, mühafizə eləsin. Ay əziz atam, mənim dəyərli atamız, Yıldırım ata, Ülviyə ana, Allahdan arzum odur ki, artıq gələn ilə qədər Qorxmaz qardaşın xeyri işinə gəlir uşaq. Və artıq biz deyil, bir tamada oturdursun sizin məclislərinizdə, o çağırsın qonaqlarınızı, artıq təbrik almağı sizə, analarıma, atalarıma arzu edirəm. Bilirəm, ağrılıdır, acılıdır, amma sizin evlatlarınızın yerini 1000 dənə mehmanlar gəlsə, kim gəlsə əsla verməyəcəkdir. Çünki siz onu dünyaya gətirən dəyərli varlıqlarsınız. Ana nədir? Bir müddət evladını bətnində daşıyan, sonra qucaqlarında daşıyan şəhid anası. Və artıq o şəhid şəkilləri ilə yaxasında, sinəsində daşıyan dəyərli varlıqlardır. Məqamınız uca olsun. Bax, həqiqətən ağırlı acılı dərddir. Allah sizə can sağlığı versə hər birinizə. Qarşımda bir abidə var, 20 yanvar 1990-cı il. Elə buradan bu qərənfilləri görəndə yadıma düşür. Qərənfil Məhəmməd Arazın yazdığı kimi ölməz şairimiz. Qərənfil şəhid qanı, qan bürüdü dünyanı, ağla, qərənfil ağla. Allah sizi bir daha ağlatmasın. Bütün şəhidlərimizin ruhu üçün, Allah rızası üçün Əl-Fatiha. İndi də hamıdan xahişim var ki, bu yaxınlıqda olan Xarı Bülbül restoranı var, orada ehsan süfrəsi açmışam, hamı ora dəvətlidir. Çox xahiş edirəm, heç kəs getməsin, ora gedək. Çox sağ olun, minnətdaram bir daha, var olun, buyurun. Hər kəs Xarı Bülbül restoranına ehsan süfrə üçün dəvətlidir. Əziz valideynlərimiz, hörmətli məclis iştirakçıları, tədbirimizi Azərbaycan Respublikasının dövlət himni ilə açıq elan edirik. razı olsun əziz şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlıq inşallah sükutla yad edəyin əzizlərimiz.
Məqamları uca, yerləri cənnət olsun. Əslində bir dəqiqələr nədir? Ömrümüz boyu onların ruhunu ayaq üstə Paraqatda həqiqətən şad etmək üçün hər birimiz borçluyuq onlara, şəhid qardaşlarımıza. İnşallah Qur'an-ı Kərim oxunacaq qısa. Çox xahiş edirik. Allah Qur'an-ı Kərimində buyurur ki, Qur'an oxunduğu zaman onu dinləyin ki, onun sayəsində rəhmət olunasınız. Ne güzel bir rütbe, ne güzel bir zirve. İnsan ömür boyu çalışar, eziyet çeker ki Allah onu bağışlasın. Şüphe altında kalar bağışlanması. Ama bir damla kanın vətən torpağına düşür, uca yaradan seni xərq edən seni affedir, seni bağışlayır. Ve hiç kəsə nəsib olmayan en bahalı ölüm verir. Bəli, şəhidlər kasıb aileden çıkabilir. Ama Allah onlara en bahalı ölüm verdi. Pulla, vəzifə, adla, sanla, mövqeyle alınmayacak bir ölüm. O ölümün adı şehit olmaktır. O zirveye yalnız şehit olduğun zaman çıkabilirsen əzizlərimiz. Ve diğer bir hadiste Allah Resulü Hazreti Muhammed Aleyhisselam buyurur ki, cennete girdiği halde oradan çıkmak isteyen bir grup insan var. Peygamberimizden soruşurlar ki Allah'ın Resulü, onlar kimdir ki? İnsan arzusu cennete girmektir. Cennet onun hayalıdır, düşüncesidir. Ama cennete girdiği zaman Allah'a deyirlər, ya Rabbi bizi buradan çıkar. Subhanallah, beğenmediler mi? Esna. Onlar kimdir bilirsiniz mi? Əziz anam, əziz atam, mənim baş tacım. Onlar sizin evlatlarınız şəhidlərdir. Allah'a deyirlər ki, ya Rabbi, ey uca Allah, Allah onlara elə bir məqam, elə bir rütbə, elə bir yer verir ki, yaradana deyirlər ki, Allah'ım, bizi bir daha dünyaya qaytar, gedək Allah üçün, vətən üçün, namus üçün, din üçün şəhid olaq və Allah mərtəbələrini ucalsın. Allah sizə səbir versin, əziz anam, əziz atam, sözü əziz qardaşlarım, dəyərli qardaşım, Pərviz qardaşımla Elgün qardaşıma verirəm, buyurun. والشهادة هو الرحمن الرحيم والله الذي لا إله إلا هو الملك القدوس السلام المؤمن المهيمن العزيز الجبار المتكبر سبحان الله عما يشركون والله الخالق البارئ المصور له الأسماء الحسنى يسبح له ما في السماوات والأرض وهو العزيز الحكيم Nigaran qanadı ana baladan, ona qurban deyir dövlətdən, maldan. Mən qurban demirəm. Ay anam, mən qurban demirəm dünya malından. Kaş özüm qurbanım olaydım ana. Sanki ayağıma toxundu bir daş. Qara saçlarında dən görən zaman, ürəkdən deyirəm qocalaydım kaş. Sənin ağ saçında dən görən zaman. Can, bahar çiçəyidir arzu diləyim. Kaş arzu diləyim olaydım ana. Ürəyin qocalıb yavaş vuranda, qocalmış ürəyim olaydım can, anam, əziz anam. Bəli,
siz bizim anamızsınız. Siz bizim baş tacımızsınız. Siz bizim həqiqətən əlləri öpüləsi, ömür boyu yanınızda fərqətdə durulası dəyərli varlıqlarımızsınız. Mən çıxış üçün sözü Oğuz şəhid atalar adından bir orada dəvət etdik. Yəqin eşitməmişdi. Ali Fatiha və Qəbələ şəhid atalar adından Cəlil ataya, şəhid atası Cəlil Xeyirbəyə verir. Buyurun, söz sizindir əziz insanlar. Hər vaxtınız xeyir olsun, hörmətli tədbir iştirakçıları, əziz və möhtərəm şəhid valideynləri, hörmətli Mingəçevirlər, Oğuzlar, Qəbəlilər və çox hörmətli digər bölgələrimizdən şəhid balamız Təbrizin 5 ilin şəhadətinin 5 illik il dönümünə təşrif gətirən əziz qonaqlarımız. Yüce Allah'ın salamı ilə Qəbələ şəhid valideynləri adından, Qəbəlilər adından, Qəbələ ictimaiyyəti, Qəbələ yazarları və Qəbələ zəhmətçəkilər adından hər birinizi salamlayıram. Uzun Mingəçevir şəhərində dəfn olunan qəhrəman şəhidimiz Təbrizin atası Güldürüm ataya, Ülviyə anaya, Oğuz şəhid valideynləri adından başsağlığı verirəm, başı sağ olsun deyirəm. Güldürüm ata, vətən sağ olsun. Allah Təbriz balamız başda olmaqla bütün şəhidlərimizə rəhmət eləsin. Allah şəhidlərimizi, imamlarımıza qonş eləsin. Bura gələn hər kəsə, yaxından uzaqdan gələn hər kəsə Oğuz rayon şəhid valideynləri adından öz minnətdarımızı bildiririk. Valideynlərin, əmilərin fərqli bir həyəcan içində olduğunu görürük. Ata elə bir bugün evladına toy edir düşüncəsindədir. Həyəcanlıdır, can ata. Burada hər kəs səni başa düşürən atamız sadəcə olaraq film veriləcəkdir. Atamızın arzusu, istəyi nə idi əslində? Çörəyin, yeməyin biraz filmdən sonra gəlməsidir ki, analar, atalar gözü yaşlı film izləməsinlər deyə. Hər atanın, hər ananın qürur yeridir. O qürur yeri bilirsiniz kimdə? Sizin o dəyərli evlatlarınızdır. Bəli, onlar sizin qürur yerinizdir. Onlar bizim qürur yerimizdir. Nə deyir Məhəmməd Araz? Vətən mənə oğul desə nə dərdim? Mamur oğul qayasını da bitirərdim. Mamur olub Şuşamızın, mamur olub Azərbaycanımızın işğal altında olan bütün torpaqlarının qayasında bitən bütün şəhid qardaşlarımızın qarşısında ömür boyu fərəqətdə durmağa hazırım. Məqamınız uca, yerinə cənnət olsun. Buyurub, əziz qardaşımızın əziz xatirəsinə həsr olunmuş filmi izləyə bilərik. Könlümün sevgili məhbub məniyəm. Vətənimdir, vətənimdir, vətənim. Vətəni sevməyən insan olmaz. Ay aman. Vətəni sevməyən insan olmaz. Olsa da o şəxsə vicdan olmaz. Sen beni
köksümdə çarpan ürəksən, mən sənin köksündə kiçik bir zərrə. Mənə qanat verən, mənə qanat verən o diləksən, adına özünə vətən deyirəm, çölünə düzünə vətən deyirəm. Sulğalanıb sinəz, kədərə gəmə. Sulğalanıb sinəz, kədərə gəmə. Elimin, omalın, maralı Təbriz, elleri koynunda, matem belinde. Yaralı, yaralı, yaralı Tebriz'ime. Elleri koynunda, matem belinde. Yaralı, yaralı, yaralı Tebriz'ime. Dizgilin, kederin katar katardı. Gör seni bu katar hara yapardı. Demirem kederin gemil kutardı. Kardeşi kardeşten aralı Tebriz. Demirem kederin gemil kurtardı. Kardeşi kardeşten aralı Tebriz. Şuşa Fatihi, Təbriz Cüməzadə. Cüməzadə Təbriz İldirimoğlu 2000-ci il fevralın 2-sində Oğuz rayon Xaçmaz kəndində dünyaya göz açıbdır. 2006-2017-ci illərdə Mingəçevir şəhər İlqar Zeynalov adına 2 nömrəli tam orta məktəbdə təhsil almışdır.
Təbrizi məktəbdə müəllimləri də çox istəyir. Həm də müəllimələr həmişə iclas olanda Təbriz haqqında xoş sözlər deyirdilər. Təbriz çox vətənpərvər oğul olub. 2 aprel 2018-ci ildə hərbi xidmətə çağırılmışdır. 2019-cu ildə isə hərbi xidmətini başa vurmuşdur. Təbriz hərbi xidmətini Bakıda təlim-tədris mərkəzində keçmişdir. Hərbi xidmətdə çox sevilən nümunəvi əskər olmuşdur. 2020-ci il sentyabrın 27-sində başlanan 2-ci Qarabağ müharibəsi ilə əlaqədar olaraq ölkəmizdə elan olunmuş qismən səfərbərliklə sentyabrın 29-unda cəbhəyə getmişdir. Gəncədə en sayılı hərbi hissədə təlim keçdikdən sonra döyüş bölgəsinə getmişdir. Təbrizin 41 günlük döyüş yolu Füzuli, Cəbrayıl, Xocavənd və Şuşadan keçmişdir. Bu rayonların alınmasında igidlik göstərmişdir. Şuşa şəhərinin alınmasında böyük şücaət göstərmiş və Şuşanı aldıqdan sonra Təbriz başından aldığı snayper gülləsi ilə qəhrəmancasına şəhid olmuşdur. Təbriz Cüməzadə noyabrın 8-də Şuşada şəhid olmuşdur. Təbrizlə noyabrın 6-sında danışmışıq və son danışığımız olub. Və Təbriz son olaraq dediyi söz bu olub. Mən də sizi çox istəyirəm. Şəhid olacağını da bilirdi. Çünki mənə demişdi ki, ana, mənlə fəxr eləyərsiniz, mən şəhid olacağım. Təbriz Mingəçevir şəhərində Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Həmçinin Cüməzadə Təbriz 44 günlük müharibənin Mingəçevir şəhəri Şəhidlər Xiyabanında dəfn olunmuş 44-cü şəhididir. Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevin 15 və 18 dekabr 2020-ci il tarixli sərəncamları ilə Təbriz Cüməzadə vətən uğrunda, cəsur döyüşçü, Füzuli uğrunda, Cəbrayıl uğrunda, Xocavənd uğrunda, Şuşa uğrunda medalları ilə tərtib olunmuşdur. Bütün Azərbaycan xalqı səninlə fəxr edir. Qəhrəman Təbriz. Adın vətən, özün vətən. Cəbrayılda, Füzulidə, Xocavənddə izin vətən. Sən Şuşanı azad edən Təbrizsən. Sən torpağa pak nəfəssən. Sən dağlardan uca səssən. İgid kimi, şəhid kimi bu vətən üçün müqəddəssən, əzizsən, Təbrizsən. Bu torpağın hər yerində, hər dağında, hər daşında, bu millətin yaddaşında əbədisən, ölməzsən, Təbrizsən.